Salam uşaqlar, bugün sizinlə Nizami Gəncəvinin Sultan Səncər və Qara hekayəsi haqqında danışacağım. Əvvəlcə məzmun xüsusiyyətləri haqqında danışmamışdan öncə sizinlə forma xüsusiyyətləri haqqında danışmaq istəyirəm. Yəni hekayənin forma xüsusiyyətləri haqqında danışacağıq. Deməli, biz bilirik ki, Sultan Səncər və Qarı yaralı bir uşağın dastanı, kərpiç kəsən kişinin dastanı kimi Sirlər Xəzinəsi poemasına daxil olan hekayələrdən biridir. Deməli, danışacağımız hekayə Sirlər Xəzinəsinə daxil olan hekayədir. Sirlər Xəzinəsi biz bilirik poemadır və biz bilirik ki, hekayə epik növdə olur. Və əsər belə deyək də Sirlər Xəzinəsindən daxil olan hekayə olduğuna görə, deməli, məsnə formasındadır. Çünki biz bilirik ki, poemalar məsnə formasında yazılır. Yəni şeirin forması məsnə formasında yazılmışdır. Epik növdədir, Sirlər Xəzinəsi poemasına daxildir. Əruz vəznindədir. Yəni o dövrdə yəni şairlərimiz əruz vəznində yazırdı. Yəni vəzn olaraq əruz vəzni aktual bir vəzn idi. Çox işlək vəzn, belə deyək. Epik növdədir, məsnəvi formasındadır. Şeir vahidi beytdir. Məsnə formasında qafiyələnir dedik, epik növdədir, Sirlər Xəzinəsinə daxildir, hekayə janrındadır. Və hekayə janrındadırsa, deməli, əsərin süjet xətti var və təhkiyə burada əsaslı. Təhkiyə də nədir? Yəni, hekayət etmək, nəql etmək mənasını verir və biz də bilirik ki, epik növdə təhkiyə əsasdır. Bu da bizim, deməli, Sirlər Xəzinəsinə daxil olan Sultan Səncər və Qarı hekayəsi haqqında, forma xüsusiyyətləri haqqında məlumatımız. İndi isə gəldik məzmun xüsusiyyətləri haqqında danışmağa. İnanıram ki, bu hissə sizə aydın oldu. Gəlin bir-bir beytləri təhlil edək. Zülm edib bir qarıya çox oturmuşlar qan, o da Sultan Səncərin tutaraq yaxasından. Deməli, bir qarıya çox zülm edirlər, o da Sultan Səncərin, deməli, yaxasından tutur və deyir ki, səndə insaf az görmüşəm. Qulaq as, deyir, səndən gördüyüm zülm əsla hesaba sığmaz. Deyir, bir keyfli darğa gəlib məni evimdə söydü. Salıb təpik altına doyunca döydü. Mən günahsız qarının saçlarını atdı əl, üzü üstə sürüdü evdən çölə əlbəəl. Deməli, bir qarıya zülm edib çox oturmuşlar qan. Deyir, o da Sultan Səncərin, belə deyək, yaxasından tutur, deyir, qulaq as, deyir, səndə insaf az görmüşəm. Deyir, səndən gördüyüm bu zülm əsla hesaba deyir, sığmaz. Deyir, bir keyfli darğa gəlir məni evimdə, tutur, döyür, məni söyür və deyir, mən günahsız qarının saçlarına əl atdı, məni evdən, üzü sürüyə-sürüyə məni evdən çıxartdı və deyir, bunu cəmaat arasında deyir, məni belə deyək də, söydü, başladı qudurmağa, belə deyək, evimin dir qapısına zülmün möhrünü vurdu. Bunu, deməli, qarı obrazı var idi burada. Qarı obrazı Sultan Səncərə deyir. Sultan Səncər. Və burada qarı ümumi danışır. Yəni, ümumi xalq adından danışır, rəiyyət adından danışır. Yəni, təkcə öz başına gələn hadisələrdən danışmır. Yəni, bir növ ümumi rəiyyətin adından Sultan Səncərə danışır. Daha sonra harda qalmışdıq? Deyir, cəmaat arasında söyüb məni qudurdu, evimin qapısına zülmün möhrünü vurdu. Dedi, bunu kim deyir? Darğa deyir. Ey Qozbel qarı, söylə, filan gecədə filan kəsi kim vurdu yaşadığın küçədə? Evimi çox axtardı, qatil hardadır deyə. Deməli, darğa gəlib, sərxoş uymuş darğa. Deyir, gəlir, deyir ki, kimsə, deməli, həmin küçədə, darğa da bilirsiniz də, o dövrdə bu, indiki polislərin gördüyü funksiyanı yerinə yetirmiş də. Gəlir Qozbel qarının yanına, deyir ki, ey qarı, deyir ki, filan kəsi yaşadığın küçədə filan kəsi kim vurdu? Deyir, evimi başladılar axtarmağa ki, bəs qatil hardadır deyə. Deyir, ey paşa, bu həqarətdir, sığarmı yerə göyə? Darğanın deyir, sərxoşluğu olmuş bu işə may. Biz görürük ki, darğa burada sərxoşdur. Deyir, bəs məni yazığı niyə salır qısma boğmaya? Vilayəti soyarkən padşahın adamları cinayətkar olarmı bunda məgəri bir qarı? Uşaqlar, yadınızda saxlayın, burada təkcə darğadan danışmır. Yəni, sual düşə bilər ki, Sultan Səncərə ancaq darğa haqqında məlumat verir. Darğanın sərxoşluğu, onun qarına nə hala salması haqqında danışırıq. Xeyr. Digər, deməli, şahın, belə deyək də, sultanın digər adamlarından da danışır. Deyir ki, vilayəti soyarkən padşahın adamları cinayətkar olarmı? Bunda məgər bir qarı. Bu zülmə əl atarkən darğa xalq görə mənim ismətim deyir, sənin ədlin salınmış yerə.
Qarı deyir ki, xalq görə sən darğa mənim saçıma əl atdı, mənə zülm etdi. Deyir, bunun nəticəsində də mənim ismətim. İsmət nə deməkdir? Namus. Deyir, mənim namusum, sənin də ədlin. Ədl nədir? Ədalət. Deyir, mənim ismətim, namusum, sənin də ədalətin deyir, yerə salınmışdı. Bu yaralı sinəmdən bir də axıtdılar qan, özümü itirmişəm, qalmamışdır məndə can. Ey şah, şaha müraciət edir. Və yadınızda saxlayın ki, sual düşə bilər ki, qarı qorxa-qorxa deyir, üstü örtülü şəkildə nəyisə izah edir. Xeyr, görürük ki, qarı heç nədən çəkinmir, rəiyyətin adından danışır və öz fikirlərini çox sərbəst bir şəkildə şahdan, sultandan qorxmayaraq gözəl bir şəkildə də ifadə edir. Və deyir ki, ey şah, dağda çatmasan, olurkən qəlbim kabab, qiyamətin günündə çəkilər səndən hesab. Yəni burada deyir ki, əgər sən mənim dadıma, bizim yəni bir növ rəiyyətin dadına deyir çatmasan, deyir qiyamət günündə bu etdiklərinə görə səndən sən hesaba çəkiləcəksən. Hesab soruşulacaq da belə deyir. Deyir, ah səndə nə ədalət, nə mərhəmət görürəm. Mən səndə sonsuz zülm, əziyyət görürəm. Deyir, mən səndə ədalət, nə mərhəmət görmürəm. Deyir, yəni sən zülmkarsan, səndə zülm, vəziyyət görürəm. Deyir, rəiyyətə hər zaman kömək etməli padşah. Bir növ padşahın görməli olduğu şeyləri qarı danışırdı ki, rəiyyətə hər zaman kömək etməli padşah. Səndən xarlıqdır gələn bizə, ol bundan agah. Bir hünər deyil almaq yetimlərin malına. Bu mərdlik, buna deyir mərdlik deməzlər. Düşün işin dalına. Çapdırıb qarları qırdırma gəl acından. Onların gəl utan bir qar kimi ağ saçından. Yəni deyirsən bu qarlara, bu ümumiyyətlə deyir kənd əhalisinə, bu qarlara zülm eləmə də. Deyir onlar acından sən qırdırma. Onları bir qar kimi ağ saçından utan. Deyir, sən bir qulkən padşahlıq iddiası edirsən. Deməli, baxın, qarı Sultan Səncər belə deyək də, o pis xüsusiyyətlər ki var, onlar bir-bir onun üzünə deyir. Əvvəldə deyir ki, sən zülmkarsan. Deyir, sən zülm edirsən. Deyir, bunun gün gələcək, deyir, sən bu elədiklərinə görə, əgər deyir, sən bizim dadımıza, imdadımıza çatmasan, bunun hesabı səndən soruşacaq. Deyir, sən bir qulsan. Qul adlandırır onu. Deyir, sən bir qulsan, amma deyir, padşahlıq iddiası edirsən. Deyir, azğınsan, şah deyilsən, sənsən doğuran yasa. Həmçinin də azğın adlandırır. Deyir, sən bir qul ikən edirsən padşahlıq iddiası, azğınsan, şah deyilsən, sənsən doğuran yasa. Deyir, padşah öz ölkəsini görmək istəsə abad, etsin rəiyyətini gərək məsud, gərək şad. Deyir ki, əgər bir padşah öz ölkəsini xoşbəxt görmək istəyirsə, gərək rəiyyətin könlünü şad eləsin. Ta ki hamı hökmünə etsin hörmət, əysin baş, könüllər onu bilsin, özünə bir dost sirdaş. Ta o günə kimi hamı sənin hökmünə baş əysin, könüllər yəni səni bir dost sirdaş bilsin. İşlərinlə deyir, aləmi alt üst eləmisən sən. Söylə bir özlüyündə nə hünər göstərmisən. Yəni sən deyir, əməllərindən aləmi alt üst eləmisən də, deyir, sən nə hünər göstərmisən ki. Burada sonra türklər haqqında danışır. Deyir, bir zamanlar türklərin çox yüksəkdir dövləti, bəyənildi hər yanda ölkəsi ədaləti. Zalımlığın bəllidir, zalim adlandırır. Baxın, zülmkar adlandırdı, qul adlandırdı, zalim adlandırdı, azğın adlandırdı. Deyir, zalımlığın bəllidir, işin peşən talandır. Yəni, işin peşən talan eləməkdir. Deyir, sən ki, hindli quldursan, türk olmağın yalandır. Deməli, hindli quldur adlandırır. Deyir, sən deyirsən ki, mən türkəm, amma deyirsən, türk olmağın yalandır. Sən ki, deyir, hindli quldursan, türk olmağın yalandır. Deyir, şəhərlinin evi sənin əlinlə dağıldı. Əkinçinin deyir, xırmanı sənin əlinlə dənsiz qaldı. Ölümün deyir, dəhşətindən qorxub hesaba apar, deyir, növbə sənə də çatacaq. Deyir, ədalət çırağındır, yolunda olman aşı. Deyir, ədalət sənin çırağın olmalıdır. Deyir, bu günün sabahın ən mehriban yoldaşın, yəni bu günün sənin sabahın ən mehriban yoldaşıdır. Yəni bugün nə edirsənsə, sabah yaxşı işlər sənin sabahın yoldaşıdır, belə deyək. Qarıları sözünlə şad et, sevdir özünü. Sən bu qoca qarının unutma gəl sözünü. Çəkin, çarəsizlərin dağıtma var yoxunu. Bəlkə o qəmlilərin yeməyəsən oxunu. Sən ki hər bir bucağa ox atırsan bu qədər. Uşaqlar, burada oxunu deyir, sən ki hər bucağa ox atırsan və ya oxunu. Burada ox o bildiyimiz ox mənasında işlənməyib. Yəni bu ox mənasında işlənməyib. Yəni burada zülm mənasında. Deyir ki, sən ki hər bir bucağa ox atırsan bu qədər. Yəni zülm eləyirsən o mənada. Acların qarğışından söylə, qafilsən məyər? Unutma ki, aləmi açmağa bir açarsan. Dünyada zülm etməyə yaranmış məyər insan? Baxın, burada bədii sual var. Müraciət edir.
Müraciət var. Ey şah. Daim məlhəm, sən hökmdar olmusan ki, yetişəsən haraya, daim məlhəm qoyasan vurulan hər yaraya. Hər zaman rəiyyətin diləyinə qulaq as, ürəkdən məsumların ürəyinə qulaq as. Çox danışdı. Qalx, yetər, bu şairlik ilhamı. Qana dönmüş qəlbinə qan qoymuşdur Nizami. Yəni bu hissə Qarıya aid deyil ha. Yəni deyir, çox danışdın, qalx, yetər bu şairlik ilhamı. Qana dönmüş qəlbinə qan qoymuşdur Nizami. Bu da deməli bizim Sultan Səncər və Qarı hekayəsinin təhlili idi. Dedi, əsər epik növdə, məsnəvi formasında yazılmışdı. Epik növdədir, süjet xətti var, təhkiyə əsasında yazılmışdı. Qarı burada ümumi bir obrazdır, yəni rəiyyətin adından danışır. Burada qarıya zülm ediblər, yəni belə deyək də darğa gəlir, onun saçından tutur, sürüyür, deyir ki, qatil hardadır, onu günahlandırır. Bu kimi məsələlər toxunulmuşdu və həmçinin qarı bir növ Sultan Səncərə dərs verir. Deyir ki, sən azğınsan, sən zülmkarsan, deyir kəndinin əkinçinin deyir xırmanı dənsiz qaldı səninlə, şəhərlinin evi sənin əlinlə dağıldı. Deyir sən hökmdarsan, sən xalqa çıraq olmalısan, sən ədalətinlə xalqın yanında olmalısan ki, xalq da sənin hökmlərinə baş əysin. Amma deyir sən bunları eləmirsən. Deyir sən əgər dadımıza çatmazsan, bunun hesabı səndən soruşacaq qiyamətdə. Deyirsən, özünü türk adlandırırsan, deyir, amma sən hindli quldursan, azğınsan, zülmkarsan, ədalətsizsən. Deyir, darğa gəlib mənim evdə saçımı yolanda, deyir, mənim ismətim, namusum, sənin də ədlin deyir, ədalətin yerə salınıbdır. Həmçinin burada vilayəti soyarkən şahın adamları burada təkcə darğadan danışmır, şahın digər adamlarından da danışır. Və əsərdə uşaqlar sizə sual düşə bilər ki, dövlət işləri başqalarına etibar edilib. Baxın, sual düşə bilər ki, dövlət işləri başqalarına etibar edilir. Başqalarına etibar edilir. Sual düşə bilərsə, yadınızda saxlayın, belə bir şey yoxdur. Dövlət işləri yəni başqalarına etibar edilmir. Dövləti şah özü yaxşı bir şəkildə yəni idarə eləyir. Yaxşı bir şəkildə deyəndə təbii ki, ədalətsizdir bu öz yerində. Sadəcə olaraq idarə baxımından yəni özü idarə eləyir də, kiməsə vermir. Və yaxud da məsələn harasa gedə, kiməsə verək ki, hər hansı bir adamla verək ki, sən idarə elə. Yəni belə bir söhbət yoxdur. Sadəcə hakimiyyətə gətirdiyi, belə deyək də, ta ki məsələn vəzirlik vəzifəsini kiməsə verir. Adam yəni vəzirlik rütbəsinə gələn adam yaramaz adam olur da, yəni işini doğru dürüst şəkildə görməyən adam olur. Amma belə dövlət işləri başqalarına etibar edilir fikri səhvdir. Yəni bunu doğru bir fikir kimi götürməyin, yadınızda qalsın. Bu da bizim Sultan Səncər və Qarı əsərimizin hekayəsinin təhlili idi. İnşallah ki, izahım aydın olmuşdur. Sağ olun, salamat qalın.